16-cı suala bax. Baxın. Necə yazırıq da görüm. Bilmirəm. Bax. Bəlkə bəlkə deyirəm ki, Kvadratın bu tərəfində A var, bu tərəfində B. Bu tərəfdə 36-dır, bu tərəfdə 27. A-nın kvadratı 36 imiş. Deməli A nədir? Nəyin kvadratı 6, 36 verir? 6. 6, Harda görsənsə yerinə 6-nı yazasan bu sətirdə sadəcə. B-nin kubu 27-dir. B nəymiş? 3 imiş. 3-ün kubu 27 verir. 2. Deməli B-si 3-dür. 2 vur 6, 12, üstünə də 3 gələndə 15. Birinci Hı. mötərizənin içərisi bizə verdi 15 qiymət. Bura 15'ti. İndi ikinci mötərizəni tapmalıyıq. İkinci mötərizə 3 bucaqdır. Kök altında A'dan 2 çıxıb. Deməli A nəymiş? 4 imiş. 4, Kök altında B'dən 3 çıxıb. Deməli B nəymiş? 9, 9 imiş. 9, 4 üstə gəlsin. 2 dəfə 9, 18. 18. 22. Bu mötərizə də bizə verdi 22. İndi bax, bu 15'ti, bu 22'dir. Ortada bir dənə qar dənəciyi var. Bu qar dənəciyin funksiyası nədir? Bax, budur. 3 Vurma. bərabərdir 15'e. Deməli A nəymiş? O neymiş? 3A 15'e bərabərsə A da 5'dir də. 5 3'ə vurandan 15'e. 5, A 5'dir. 2B bərabərdir 22. B nəymiş? 22'ni 2'ye 11, böləcək 11. 11, İndi möhtərcənin içindən edirsən. 11'dən 5 çıxırsan 6. 6'nı da 2'ye 6, vuranda 12. Cavab da 12. olacaq 12. Yəni D variantı. Aydın Deməli. oldu. Bəli. 17-ci suala bax. A-nın kvadratı 49'dur. A nədir? 7. 7'nin kvadratı 49. 2B bərabərdir 2. B nədir? Ee, 1. C 2 ise 1'dir yani. 2'ni 2'ye böldük 1'den. 7 ile 1 topluyorsan 8. Kvadrata 100 8, topluyorsan 64. 64. Birinci mötərizə bizə verdi 64 qiymətini. İkinciyə baxırsan 3 bucaqdır. A bərabərdir 2. A-nın qarşısında heç nə verməyibsə olduğu kimi 2-ni saxlayasın. B bərabər bax 4B 12-yə bərabər. Deməli B nədir? 12-ni 4-ə böləcək 3. 3, Üstdən 2-ni çıxarsan 1, qarşısındakı 4-ə vurarsan 4. eləyəcək 4. Ortada yenə qar dənəciyi var. A-nın Hı kubu -hı. 64'dür. Nəyin kubu 64 edir? 4'ün kubu. 4. Deməli A nəymiş? 4'üymüş. B də olduğu kimi saxlayıb. Burada da 4 qiymətini verib. 4 üstü 4. Qarşıda bir dənə 2 var. Aldığın qiyməti 2-yə də vurmalısan. 4 üstü 4 neçə eləyir? 64, o da burada. 256. 4 üstü 4 256. 256. Qarşıdakı 2-yə də vurmalısan. 256'ını da 2-yə vuranda 512. Hı -hı. 18-ci suala bax. Başa düşürsən? Aha. A 10'dursa deməli elə. Kvadratın solunda 10 dayanıb. Burada da 2A'dır. 2A 10'a Aha. bərabərdirsə A nəyə bərabərdir? 5'ə. 5'e. 12'ye böləcək 5. 4B bərabərdir 12. B nəyə bərabərdir? 12'ni 4'ə böləcək 3'e. 100. 3, 5 nə üçün toplayırıq? 8, 2 də çıxanda 6. Buranı tapdıq 6. 6. Birinci mötərizə bizə verdi 6-nı. İkinciyə baxırsan. Aha. Dairə. Qaçıb burada yerinə qoyma. Dairə də yerinə yazmalısan. Dairənin solunda nə var? 2A. Burada da 8. 2A 8 isə A nəyə bərabərdir? 4'ə. 8-i 2'ye Bəli. böləcək 4. A-nı 4 tapdıq. B də bərabərdir 6. Deyir 2'ni 4'ə vur, alınan cavabdan 6'ını çıx. 2 dəfə 4'ün 8, 6-ya 2. da vuran çıxanda 2. 2. İkinci mötərizəni 2 tapdıq. İndi 3 bucağı yerinə yetiririk. Düzdür, buranı təmizləyim. Birinci mötərizə 6'dır, ikinci mötərizə 2'dir. 3 bucaqda baxırıq. 3A bərabərdir 6'ya. A nəyə bərabər imiş? 6'nı 3'ə böləcəm 2. 2. 2. 2B bərabərdir 2. B nəyə bərabərdir? 2'ni 2'ye böləndə 1. Ay üstə gəlinsin 2. Bax, ay 2'dir. 2'ni 1'ə vuranda 100, 2. 2 ilə 7. 2'ni toplayırsan 4. Üstünə 7. 4 gələndə 8. Cavab olur E variantı. 19-cu Hı -hı. suala bax. 3A 9'sa A deməli 3'dür. Birinci kvadrata baxırıq. 3A 9'da A bərabərdir 3'ə. A-nı 3 tapdıq. B 4'də park yerinə 4'ü yazırsan. 4 dəfə 2 4'ü 8. koydum. Üstünə də 3 gələn 8, o da 11. 11. 2 də Çıxılsın çıxanda 2, 9. 9. Birinci mötərizəni tapdıq 9. Dairəyə baxırıq ikinci mötərizəyə. Dairə sadəcə burada qarşısında 2 verilib. O 2-ni neynəməlisən indi? Hər ikisini ayrı-ayrılıqda. Bax bu 2-ni mötərizəyə vursun. 2A 2B eləməyəcək.
Aha. Deməli 2A bərabər imiş 8-ə. A nəyə bərabər imiş? 8-i 2-yə böləsən 4'e. 4. 2B bərabər imiş 12. B nəyə bərabərdir? 6-ya. 6. 3 dəfə 4-ün 12, 12-dən də 6 12. çıxanda qalır 6. 6. Buranı tapdın 6. Bu yolda cavab düzgün almasa ikinci yol var, onu göstərəcəm. İndi 3 Ha. bucağa baxırıq. Bax, A-nın yerinə dayanıb 9. A 9-dur. 9-u yazıq öz yerinə. 2B bərabərdir 6. B nəyə bərabər imiş? 3-ə. 6-nı 2-yə böləcəm 3. 9 dəfə 3-ün 27, üstünə 3 gələndə 30, üstünə 4 gələndə 34. Cavab oldu 34. B variantı. Aydın oldu. Bəli. 20-ci suala bax. Kvadratın sağı solu yəni A kvadratı 25-də A nəyə bərabərdir? 5-ə. 5-in 5'e. kvadratı 25 verir. B kubu 64-dür. B nədir? 4-dür. 4-ün kubu 64 verir. 2 dəfə 5-in 10, üstünə də 4 gələndə 14. Deməli, birinci Hı hı. mötərizəmiz oldu 14. Daha sonra 3 bucağa bax. Kök altında A bərabərdir 4-ə. Qaçıb kökün altına 4 yazıb oradan 2 çıxartmırsan. Kök altındakı A qiyməti 4-ə bərabərdir. Kök altında nədən 4 çıxır? 16-dan. 16. 16. Kök altında B bərabərdir 1-ə. Kök altında 1-dən də 1 çıxır. 16 üstə gəlsin. 2 dəfə 1-in 2. Yəni 18. Bura verdi bizə 18-i. İndi baxırıq mötərizənin ulduz hissəsinə. Yəni 2A, 2B kimi baxacam. Bu ikini hamısını vuracam. 2A bərabərdir 14-ə. A nəyə bərabərdir? 14-ü 2-yə böləcəm 7. 2B bərabərdir 18. B nəyə bərabərdir? 18-i 2-yə böləcək 9. 9 ilə 7-ni toplayırsan 16, qarşıdakı 2-yə vurarsan 32. Yeşil cavabımız olur 32 D variantı. Ben görmüyorum. Ha, buradan. Nə oldu? Evet. 21-ci sual. Ulduz olanda A kvadratı minus 1 yazırsan, üçbucaq olanda A kvadratı plus 1. A-nın yerində 2 dayan. Birinci simvolu. Ardıcıllıqla getməlisən. Birinci nə gəlir? Ulduz. A-nın yerinə 2 qoyarsan. 2-nin kvadratı 4, 4-dən də 1 çıxanda 3. Artıq burada 3 dayandı. İndi 3 ulduzdur, bax. 3 üçbucaqdır. Buradan yazasın. A-nın yerinə 3 yazasın. 3-ün kvadratı 9, üstünə də 1 gələndə 10. 9. A. Cavab olur D variantı. Hı hı. İşarələrin ardıcıllığı ilə gedirsən və saylarına da diqqət yetirməlisən. Qeyri-aşkar operatorlarda olduğu kimi. İndi bax, 4 ulduz deyir sənə. Ulduzun yerinə 4 qoyarsan, 4-ün kubu neçə eləyir? 64. 64. Daha sonra deyir kvadratda yarıya böl. Bir dənə bu kvadrata görə 64-ü yarıya bölürsən. Eləyəcək 32. 2. Yarıya bölürsən. Sonra bir dənə də kvadrat var. Aldığın cavabı yenə yarıya bölərsən. 32-ni də 2-yə bölərsən 16. Cavab 16. olacaq C variantı. Bircə saniyə deyəm. Bunları qırağa qeyd edeyim. Hazır formada da qrup atacağım mən bunu. 22-ni tapmışdıq da indi. 16 demişdik C variantı. 21-də nə demişdik? D variantı. D variantı. 19-da nə demişdik? C variantı diyorsun. Deyərsənsə 100% səhv deyirsənsə. Eyvamız bunları sonra istəyirəm tazım. 23. Eyni qaydada bax. A-nı yerinə 2 yazasın. 2 ulduz. 2-nin kvadratı sənə verəcək 4. Üçbucaqda neynirsən? Kuba yüksəldirsən. 4-ün kubu sənə verəcək 64. 64. Daha sonra kvadratda 8-ə bölürsən. 64-ü 8-ə böləndə 8. Şey, Daha sonra kuba yüksəldirsən. Bax, üçbucaqda yenə kubdur. 8-in kubu sənə neçə verəcək? 512. Cavab da olacaq E variantı. 24-cü sualda. Birinci dairə verir. Deyir dairədə yarıya bölməlisən. 6-nın yanında dairə var. Birinci dairəyə baxıram. 6-nı yarıya bölürəm. 2-yə böləcəm, düşəcək 3. Üçbucaqda deyir kvadrata yüksəlt.
Üçbucaqda kvadratdır. 3-ün kvadratı mənə verəcək 9. Yenə kvadrata yüksəltməliyəm. 9-un kvadratı eləyəcək 81. 81. Sonra kvadratda isə üstünə 2 gələcəm. 81-in də üstünə 2 gələndə eləyəcək 83. 83. Cavab olacaq B variantı. Bura E, bura B. Tamam. 25'e bax. 24 olar. 25, 24'e baxdıq axırıncı səfər. Aha, tamam. 25. A'nın kubu Kubuna baxma birinci. Bax sən A-nın işte kubu deyə bir şey demir. Birinci kvadrat var yanında. Kvadratda 3'ə vurur. 3'ü 3'ə vuranda 9. 9. Daha sonra üçbucaq var. Üçbucaqda isə üstünə 4 gəlir. 9-un üstünə 4 gəlirsin, eləyəcək 13. Birinci tərəf sənə verdi 13 qiymətin. Buranı 13 tapdın. İkinci tərəfə baxırsan. 2 üçbucaq, yəni 2-nin üstünə 4 gələsən. Neçə eləyəcək? 6. 6. Daha sonra aldığın qiyməti bax, kvadratda 3-ə vurmasan 6 dəfə üçün neçə eləyəcək? 18. 18. İkinci mötərizədən tapdın 18-i. 13 birində, 18 birində. Deyir topla. 13-ün 18-ə toplayanda 31. Cavab olur D variantı. İkinciyə bax. Üçbucağın yerinə 7 yazıb. 7-nin üstünə 2 gəndə neçə eləyir? 9. Daha sonra kvadratda 2-yə vurur. 9-u da 2-yə vuranda neçə alasın? 18. 18. Birinci tərəf sənə verəcək 18-i. İkinci, 7-nin kvadratı. Yəni yanında kvadrat var. 7-ni 2-yə vurarsan neçə eləyəcək? 41. 14. Üçbucaqda isə Ha, üstünə 2 gələsən. 14-ün üstünə 2 gələndə 16. Birinci tərəf sənə verdi 18, ikinci tərəf 16. Ortada çıxma var. 18-dən 16 2. çıxanda neçə qalır? 2. Cavab oldu B variantı. Qaranlıq qalmır. Xeyr. 27-ci sual. Doqquz yetmiş səkkiz. Bax, A, B, S kimi düzülüb rəqəmlər. Deyir ki, 3. Yanda ulduz olanda rəqəmləri topla. Yəni A 9-dur, B 7-dir, C 8-dir. Bunları toplayacaqsan. Neçə eləyəcək? 24. 16. 20. Rəqəmləri cəmi 24. Sənə verdi 24-dür. Daha sonra kvadratda isə bax, A ilə B kimi baxırsan. A 2-dir, B 4-dür. Deyir rəqəmləri bir-birinə vur. 2 vurulsun 4. O da bərabərdir nəyə? 8-ə. Cavab olur C variantı. 735. Yenə A, B, S kimi baxırsan. Yanında 3 bucaq var, rəqəmləri bir-birinə vurasan. 7 dəfə üçün 21. 21 də 5-ə vuranda 20. 105. Birinci tərəf verdi sənə 105-i. Damla işarəsi olanda isə deyir rəqəmləri topla. Yəni 1, 0, 5-i topla. Bunu da toplayanda verəcək 15. sana 6. Ha, 105. 1, 0, 5. Toplayanda edir 6. Cavab olur D variantı. 29. Bax. Birinci üçbucaq eləyəcəksən. Üçbucaqda deyir rəqəmin üstünə 1 gəl. 14-ün üstünə 1 gələrsən 15. Dairədə 15. isə 2-yə vurmalısan. 15-i bax dairə var deyə bir dəfə də 15-i 2-yə vuracağıq. Bu da eləyəcək 30. 30. Birinci tərəfdən aldın 30. Ortada çıxmamız var. İkinci tərəf 2 dairə. Yəni 2-ni 2-yə vurarsan 4. Daha sonra 4-ün üstünə 1 gələrsən. O da eləyəcək 5. İkinci tərəf sənə verdi 5. Mötərizə içərisindədirsə birinci çıxmanı elə. 30 çıxılsın 5. Bərabərdir 25. 25. Mötərizə daxilində aldın 25. Sonra qaçıb 25 axtarmırıq. Çünki burada bir dənə də fiqurumuz var. Bu fiqurda isə deyir A-nın qiymətini 5. kökə sal. Kök altında 5. 25-dən nə çıxacaq? Cavab alacaq 5. 5. D variantı. 30-cu sual. 36. 30. Bir saniye. Kvadrat. Birinci kvadrat var. Kvadratda neyniyir? 3-ə bölür. 6-nı 3-ə böləcəm, alacam Evet. 2-ni. Daha sonra 2-ni aparıb yerinə yazırıq. Ulduz işarəsində 2-ni kub eləyəcək 8. Deməli, birinci tərəfdən hansı qiyməti aldım? Bu tərəf mənə verdi 8 qiyməti. Daha sonra gedək ikinci tərəfi yerinə yetirək. 3 bucaqdır. 6 durub. 6-nın kvadratı neçə eləyəcək? 36.
6. Daha sonra kvadrat var. Kvadratda 3'e bölməlisən. 36-nı 3'e böləndə neçə alasın? 12. 12. Bu tərəfdə verdi sənə 12 qiymətin. Bura 8 Hı-hı. idi, bura 12. Ortada toplama var. Toplama alsan. 8 ilə 12-ni toplayanda eləyir 20. 20. 20'ni yekunda 20'ni tapdın. Amma yanında bir dənə də üçbucaq var. Üçbucaqda nə edirdin? Qiyməti kvadrata Kvadrat. yüksəldirdin. 20'nin 400. kvadratı neçə eləyəcək? 400. 400. Cavab olacaq E variantı. 384'tür. Buna baxaq bir saniyə. Aha. Bize burada ne deyir? Deyir ki 380 bu biraz şeydir. Qeyri-aşkar operatorlara oxşuyur. Deyir 384'dən 96 alıb 965'dən 848 alıb bəs 194'dən neçə alır? Hı. Bunlar qeyri-aşkardır. Bunlar heç bunun içində niyə var ki? Aşkar operator deyir ki hesaplama tipli değil. Gözlə. Rekordu buradan dayandırın. Bundan mütərəfləri fərqli suallardır. Buranı fərqli sual kimi götürərəm.